Gürcüstan həbsxanalarında saxlanılan əcnəbi məhbuslar arasında Azərbaycan vətəndaşları say baxımından 3-cü yerdə qərarlaşıb. Modernaz Gürcüstan Ədliyyə Nazirliyinə istinadən xəbər yayıb ki, bu ölkənin həbsxanalarında cəza çəkən əcnəbilər arasında ilk sırada Türkiyə vətəndaşları yer alır. Onlar ümumi xarici məhbusların 31%-ni təşkil edir. İkinci yerdə 12%-lə Rusiya vətəndaşları qərarlaşıb. Azərbaycan vətəndaşları isə 10%-lə 3-cü yerdədir. Məlumata görə Gürcüstanda 160-dan çox azərbaycanlı məhbus var. Siyahıda növbəti yeri 9%-lə Ukrayna vətəndaşları tutur. Qeyd olunub ki, Gürcüstanda əcnəbi məhbusların sayı son bir ildə 1,5 dəfədən çox artaraq 2025-ci ilin martındakı 1082 nəfərdən 2026-cı ilin martında 1673 nəfərə yüksəlib. Əcnəbi məhbuslar ölkədə cəza çəkənlərin ümumi sayının 14,3%-ni təşkil edir. Hazırda Gürcüstan həbsxanalarında 67 dövlətin vətəndaşı saxlanılır. Bildirilir ki, əcnəbi məhbuslardan 536 nəfəri məhkəmə hökmünü gözləyir. Digərləri isə artıq cəzalarını çəkir. Aprelin 1-nə olan məlumata görə Gürcüstan həbsxanalarında bir nəfər azyaşlı əcnəbi və 168 qadın əcnəbi məhbus da saxlanılır. Qeyd edək ki, 2026-cı il aprelin 1-nə olan vəziyyətə görə Gürcüstan həbsxanalarında ümumilikdə 11.669 məhbus var.